tanınmış yazıcı ve jurnalist Elçin Şıxlını alqışlarınızla hazırda səhnəyə dəvət edirəm. Axşamınız xeyir, hörmətli xanımlar və cənablar. Bilmirəm, kreativlik eləyim mi, eləməyim mi? Özgələrini tövsiyə eləyirəm, amma özüm çətin aldım kəsir bir şey çıxsın məndən. Sizin hamınızı salamlayıram, alqışlayıram. Sözün doğrusu mənə söz veriləcəyini bilmədiyim üçün əvvəlcədən bir şey düşünməmişəm. Amma mənim bir şey söyləmək istəyirəm ki, hər iki babam pedaqoq olub, atam yaşlılıqla yanaşı pedaqoq olub və bir sıra vəzifələrdə olsa da hamısından demək olar ki, öz ərizəsindən istefa verib çıxıb, bircə şeydə çox körəlmişdi və deyirdi ki, nə pis oldu ki, mən müəllimliyi buraxası oldum, çünki başqa yerdə çalışmalıydı. Və sizə bir şey söyləmək istəyirəm ki, müəllimlik çox şərəfli bir vəzifədir, çünki müəllimlərdən çox şey asılıdır və təhsil müəssisəsinin açılması, təhsil müəssisəsini yaratmaq böyük, mən deyirəm ki, şücaətdir, qəhrəmanlıqdır və çox həddindən artıq gözəl bir şeydir. Mən çıxışımı bircə kəlmə, bir fikirlə bitirmək istəyirəm. Deyir ki, naşı bir həkim bəlkə 100, bəlkə 200 adamı şikəst eləyə bilərsə, naşı müəllim bütöv bir nəsli şikəst eləyə bilər. Ona görə mən belə düşünürəm ki, bu tədris müəssisəsindəki bütün müəllim heyəti hamısı çox gözəl təhsil almış mütəxəssislərdir və belə düşünürəm ki, bizim bilgi, necə deyirdiniz? Yox, bilgə robot, bilgə balalarımıza çox gözəl biliklər verəcəklər. Sağ olun, Şamil bəy, təbrik edirəm sizi, uğurlarınız bol olsun. Sağ olun. Təşəkkürümüzü bildiririk, amma qeyd edim ki, nəinki kreativa, həm də xarizmatik görünürdünüz səhnədən maşallah. Təşəkkürümüzü bildiririk və